Salam, hər vaxtınız xeyir. Üçüncü dərsimiz yenə də müxtəsər vurma düsturlarının ümumiləşdirici tapşırıqlarıdır. Tapşırıq 22-də qalmışdıq. 22 nömrəli tapşırıqda baxıram ki, hamısında A var və bunlardan dərəcəsi az olan A üstü 1 olduğuna görə A-nı ortaq vuruq çıxartmaq lazımdır. Mötərizənin içində qalar A-nın kubu çıxılsın, 6A-nın kvadratı B, üstə gəl 12, A-nı çıxartmışamsa A-nın biri qalır, B-nin kvadratı qalır. Çıxılsın 8, A çıxdı, B-nin kubu qaldı. Bərabərdir. Burada A-nı yazıram, mötərizənin içində. Deməli, birincinin kubu var. Burada da 2 B-nin kubu var, ən axırda da. Ortadakı vuruqlarda kublar fərqin, deməli, kubu düsturunu ödədiyinə görə bunun yerinə mən A çıxılsın 2 B-nin mötərizə kubu yaza bilərəm. Burada deməli, baxanda həqiqətən də birincinin kubu A kubu eləyir. Birincini kvadrata yüksəldirəm. 3-ə vururam və onu da 2B-yə vuranda 6A kvadratı B eləyir. Sonra ikincini kvadrata yüksəldirəm. 4B kvadratı 3'ə vururam, A'ya vururam. Bir də 4B kvadratına vururam. 12AB kvadratı eləyir. İkincinin kubu da 8B kubudur. Deməli, çox rahatlıqla bu ifadəni bu şəkildə vuruqlarına ayıraq. Bilirəm. İndi bizə deyir ki, A-nın 21,7, B-nin -8,3 qiymətlərində ifadənin qiymətini hesablayın. Hesablamaqdan ötürü burada yerinə yazmalıyam. A-nın yerinə yazmalıyam. 21,7 vur. Yenə A-nın yerinə 21,7 çıxılsın. 2 vurulsun. B-nin də yerinə -8,3 və bunun kubu bərabərdir. 21,7 vur. Burada da 21,7 mənfiyə vuran deyim müsbət 16,6'nın kub eləyir. Bərabərdir. 21,7 vur. Bunlar da toplayanda eləyir 38,3. 38,3'ün də kubu bu eləyir. Və burada da 38,3'ü kuba yüksəltməliyik. Alınan cavabı 21,7'yə vurmalıyıq. Ümumiyyətlə bu 22 nömrəli tapşırıqda səhv həddən artıq çoxdur. Burada rəqəmləri elə rəqəm ədədlər verməliyik ki, bunu hesablamaq mümkün. Yəni bunu da hesablamaq mümkündür əslində, amma yəni belə bir misal verməli deyildilər. Bu oldu birincisi. İkincisində isə ümumiyyətlə səhvdir. Belə ki, misalın özünü yazsaq, x kubu y. Üstə gəl 6x kvadratı y-in kvadratı. Üstə gəl 12 x y-in kubu. Üstə gəl 8 x y üstü 4 bərabərdir. Bunu mən vuruqlarına ayırmaq istəyirəmsə, əvvəl baxıram görüm ortaq vuruq var. Baxıram ki, burada hamısında x y var. Dərəcəsi az olan x y çıxardıram. Mötərizənin içində qalır x-in kvadratı. Sonra buradan x y çıxardıramsa 6x y də burada qalır. Buradan x y çıxardıramsa 12 y-in kvadratı qalır. Üstə gəl, axırda da 8 x-i çıxartdım, y-in də birini çıxartdım, qaldı y-in kubu. Və bu ifadədə artıq heç bir şeyə uyğunlaşmır. Ya 2 bunu qruplaşdırmaq olmur, ya da başqa cür vuruqlarını ayırmaq olmur. Bunu da yerinə qoyanda verilmiş ədədləri 13,2 bir də altdan yenə tam ədəd olsa bunu hesablamaq mümkündür. Yəni bu da mümkündür. Yenə deyirəm. Ancaq bu absurddur da. Yəni bunu hesablamağa ehtiyac yoxdur. Ona görə də buradakı x, y qiymətlərini yerinə qoyuram. Hər birinin qiymətini yerinə qoysan da yenə də əgər kimsə hesablamaq istəsə öz hesablaya bilər. Yəni burada ümumiyyətlə tapşırıq düz verilməyib. İndi baxaq 23 nömrəli tapşırığa. 23 nömrəli tapşırıqda deməli birinci tənlikdir. Tənliyi əldə etməkdən ötürü vuruqlarını ayırmaq lazımdır. İlk 2 dənədən x kvadratını ortaq vuruq çıxarsaq, x üstə gəl 2 qalar mötərizənin içində. Üçüncü və dördüncüdən də -16'nı çıxarsaq, x üstə gəl 2 də qalar ikinci mötərizədə. Bərabərdir 0. Hər ikisində x üstə gəl 2 ortaq vuruğu varsa, İkinci mötərizəmizdə x kvadratı çıxılsın 16 bərabərdir 0 eləyir. Deməli, hasilin 0 olmasından və yaxud da ki, burada x kvadrat çıxılsın 16'nın da vuruqlarını ayırıb sonra bir x üstə gəl 2 birinci vuruğumuz. Bu 16 da 4'ün kvadratı olduğuna görə x çıxılsın 4. X üstə gəl 4 bərabərdir 0 yazaraq vuruqlarını ayırıram. Vuruqlardan biri
ya da hər ikisi ya da hər üçü 0 ola bilər. Birinci 0 olmaqdan ötürü deməli x bərabərdir -2 olmalıdır. İkincinin 0 olması üçün x 4 olmalıdır. Üçüncünün 0 olması üçün x -4 olmalıdır. Deməli birinci tənliyin 3 dənə kökü var. İndi bu qayda ilə ikincisinə baxsaq, deməli ilk 2 dənədən y kvadratını çıxarsam, mötərizənin içində y çıxılsın 5 qalar. Üçüncü və dördüncüdən də -4'ü çıxarsam, yenə y çıxılsın 5 qalar. Bərabərdir 0. Buradan da y çıxılsın 5 vuruğunu hər ikisindən çıxarsam, y kvadratı çıxılsın 4 ikinci mötərizədə qalar. Deməli birinci vuruğumuz y çıxılsın 5. Bu 4'ü də 2'nin kvadratı kimi yazsam, y burada heç nə yoxdur, çıxılsın 2 və y üstəgəl 2 kimi 3 dənə vuruğa ayrılmaq olar ki, burada da mötərizələrin sıfırları y çıxılsın 5, y 5 olanda 0 olur. Y çıxılsın 2, y 2 olanda 0 olur. Y üstəgəl 2 isə y-in -2 qiymətində 0'a çevrildiyinə görə deməli tənliyin 3 dənə kökü var. 5, 2 və -2. Üçüncüsündə 25 x ilə 25'i qruplaşdıra bilərik. Və yaxud da elə olduğu kimi qruplaşdıraq. Bu 25x çıxılsın x kvadratından x'i çıxarsam, mötərizənin içində qalar 25 çıxılsın x'in kvadratı. İkincilərdə də deməli üstəgəl yazıram. Elə 25 çıxılsın x kvadratını sadəcə olaraq mötərizə yazıram. Yəni bu o deyən söz ki, ortaq vuruqları 1'dir. Hər ikisindən 25 çıxılsın x kvadratını çıxarsam, ikinci mötərizədə x plus 1 qalar. Bu 25 də 5'in kvadratını olduğuna görə vuruqlarını ayıranda 5 çıxılsın x, 5 üstəgəl x və üçüncü mötərizəmiz x plus 1 bərabərdir 3 dənə ədədin hasili şəklində olar ki, bunlardan da biri və yaxud da digəri 0 olmalıdır. Deməli, birinci mötərizənin 0 olması üçün x-ə 5 qiymət verərəm. İkincinin 0 olması üçün -5, üçüncünün 0 olması üçün isə -1 qiymətlərini verərək tənliyi həll etmiş olaram. Dördüncü tənlikdə ilk 2 dənədən y-in kvadratını çıxardıramsa, y üstəgəl 6 qalır mötərizənin içində. O birlərindən -1'i çıxardanda yenə y üstəgəl 6 qalır. Hər ikisindən y üstəgəl 6 vuruğunu çıxarsam, y kvadratı çıxılsın 1 də olur ikinci mötərizəmiz. Deməli, birinci vuruğumuz y üstəgəl 6 oldu. Bu 1'i 1'in kvadratı kimi yazsam, vuruqlarını ayıranda y çıxılsın 1 və y üstəgəl 1 kimi vuruqlarına ayrılır. Buradan da kökləri rahatlıqla tapıram. Y üstəgəl 6'dırsa, deməli y -6 olmalıdır. Y çıxılsın 1 0'dırsa y 1 olmalıdır. Y üstəgəl 1 0'a bərabərsə y burada da -1 olmalıdır. Deməli, -6, 1 və -1 oldu tənliklərin kökləri. İndi baxırıq burada 24 nömrəli tapşırığa və 24 nömrəli tapşırıqda, baxın burada ikincisində 67 ilə 53 müsbətdir, 2 dənə də mənfi var. Bu ona görə 2 dənə mənfi var ki, biri ilə o birini, yəni 2 bir dənə müsbətlə bir dənə mənfini qruplaşdırıb kvadratlar fərqi kimi düsturu aça bilərik. Amma burada mənfi olmadığına görə, bu da yenə burada da səhv düşüb. Burada hər ikisində mənfi olmalıdır, belə. İndi bu mənfiləri nəzərən 24 nömrəli tapşırığın birincisini işləyək. Nömrə 24'ün birincisində. Deməli, 59'un kvadratı çıxılsın 41'in kvadratı yazıram. Bunların ikisini bir qruplaşdırıram. Üstəgəl 48'in kvadratı çıxılsın 30'un kvadratını da bir qruplaşdırıram. Məxrəcdə 68'in kvadratı ilə 32'nin kvadratını qruplaşdırıram. İkinci mötərizədə də 52 ilə 48'in kvadratını qruplaşdırıram. Bərabərdir. İndi qruplaşdırdığımı kvadratlar fərqi düsturuna görə açım. Deməli, birinci mötərizədə olası 59 çıxılsın 41. İkinci mötərizədə 59 üstəgəl 41. Yəni kvadratlar fərqi düsturuna əsasən. İkinci mötərizənin yerinə yazıram. 48 çıxılsın 30 və 48 üstəgəl 30. Məxrəcdə yenə 68 çıxılsın 32 ilə 68 üstəgəl 32'nin hasili. Üstəgəl 52 çıxılsın 48 ilə də 52 üstəgəl 48'in hasili. İndi hər bir mötərizənin cavabını yazıram. 49'dan
Daha doğrusu 59'dan 41 çıxanda qalır 18. Toplayanda da eləyir 100. Üstəcə 48'den 30 çıxanda 18, toplayanda da eləyir 78. Sonra məxrəcdəkiləri 68'den 32 çıxanda qalır 36 vur, toplayanda da eləyir 100. Sonra 52'den 48 çıxanda eləyir 14, daha doğrusu elə 4. Toplayanda da eləyir 52 ilə 48 toplayanda 100. Vurulsun 100. Bərabərdir. İndi surətdə görürəm ki, hər içində 18 vuruğu var. 18 vur, mötərizənin içində 100 üstəgəl 78 qalır. Məxrəcdə də hər içində 100 varsa 36 üstəgəl 4 də bu mötərizəsində qalır. Bərabərdir. 18 vur 178, məxrəcdə də 100 vurulsun 20. Daha doğrusu 36'ın üstüne 4 yani 40. Bərabərdir. Deməli 178'in 78'inə baxsaq, 178'i belə eləyək də 18 ilə 40 ixtisar eləyim. Burada qalsın 20. 20 qalanda bu 18'in yerində də qalır 9. Bu 20 ilə də 178'i 2'yə ixtisar eləyim. Burada qalsın 10. 17'də 2 olsun 8 dəfə 16, 18'də 2 9 dəfə 89. Deməli surətdə qaldı 9 vurulsun 89. Məxrəcdə də qaldı 100 vurulsun 10. Bərabərdir. Bu da elədi 1000-də 9 dəfə 9'un 81, 8 yadda, 72, 8 də yadda, 80. 1000-də 801. Bu da 0,1000-də 801 eləyər. İndi eyni qayda ilə ikincisinə baxaq. İkincisində yenə bir müsbətlə bir mənfini qruplaşdıraq. 67'nin kvadratından çıxaq 33'ün kvadratını. 53'ün kvadratından da çıxaq 47'nin kvadratını. Bu surət. Yəni bunlar mötərizədə də yazmaq olar belə. Məxrəcdə də 83'ün kvadratından çıxıram 17'nin kvadratını. Və ikinci mötərizədə də 75'in kvadratından çıxıram 25'in kvadratını. İndi kvadratlar fərqi düsturuna əsasən bunları vuruqlarına ayırsam 67 çıxılsın 33, 67 üstəgəl 33. Üstəgəl ikinci mötərizədə də 53 çıxılsın 47 və 53 üstəgəl 47. Məxrəcdə 83'dən 17 çıxanda yazıram 83 çıxılsın 17, bir dənə də 83 üstəgəl 17. İkinci mötərizə burada üstəgəl var. Üstəgəl 75'dən 25'i çıxmalıyam və 75'in üstünə də 25'i gəlməliyim. Bərabər. İndi mötərizələrin cavabını hesablayaq. 67'dən 33 çıxanda qalır 44. 34. Toplayanda eləyir 100. Üstəgəl 53'dən 47 çıxanda qalır 6. 53'dən də 47'ni toplayanda yenə 100. Məxrəcdə 83'dən 17 çıxanda qalır 66. Toplayanda eləyir 100. Üstəgəl 25'dən 75 çıxanda 50, toplayanda yenə 100. Bərabərdir. 100'ü ortaq vuruq çıxarsam surətdə qalar 34 üstəgəl 6. Məxrəcdən də 100'ü çıxarsam mötərizənin içində qalar 66 üstəgəl 50. 100'lər burada ixtisar gedər. 34'ün üstünə 6 gələndə eləyər 40. 66 ilə də 50'ni toplayanda eləyər 116. Bunlar ikisi də 4'ü ixtisar gedir. 10 böl 11'də 4 olar 2 dəfə. 8, 36'da da 4, 9 dəfə. 29'da 10. Bu da ixtisar getməz. Olar tapşırığın yekun cavabı. Ümumiləşdirici tapşırıqlar bununla burada yekunlaşır. Sağ olun. Növbəti dərslərdə görüşərik inşallah.